Qida Təhlükəsizliyi Agentliyinin yeni informasiyasını izləyicilərin diqqətinə çatdıracaq. Qurumun rəsmisi ilə birgə belə ki, Azərbaycanda quşçuluq təsərrüfatının inkişafı, eyni zamanda yerli istehsal, ixrac prosesi ilə bağlı məlumatlar var. İxrac imkanları artıq genişlənib. Eyni zamanda bir rəqəmi də bildirərək qonağıma keçid almaq istəyirəm. Hazırda ölkəmizdən dünyanın 73 ölkəsinə qida baytarlıq və eyni zamanda fitosanitar nəzarətində olan məhsullar ixrac olunur. Digər informasiyaları yanımda qonağım var, vurğuladım. Aktanın Heyvan Sağlamlığı və Bioloji Təhlükəsizlik Şöbəsinin müdiri, eyni zamanda Respublikanın Baş Dövlət Baytarlıq Müfəttişi Qalib Əbdüləliyev var. Qalib bəy, salamlayırıq sizi. Yeni aktanın yeni məlumatları sizdədir. Digər detalları buyurun eşidək. Cənab Prezidentin apardığı siyasətin nəticəsində heyvandarlıq sektorunda daha çox irəliləyiş quşçuluqda əldə olunub. Yəni, quşçuluq sektorunda hazırda biz süfrə yumurta istehsalı özünü təmin etmə səviyyəsindən yüksəkdir və ixrac potensialı yaranmışdır. Və 2024-cü ildən etibarən biz Ümumdünya Heyvan Sağlamlığı Təşkilatından Azərbaycan Respublikasının quş qripindən azad olma statusu təsdiqlənib. İllik təqdim olunan hesabatların əsasında bu status indiyə qədər qorunub saxlanmışdır ki, bunun da nəticəsində ixrac potensialı ilk növbədə artmışdır. Və bizim son illərdə ilk olaraq Amerika Birləşmiş Ştatlarına, Ərəb ölkələrinə yumurta ixracatı həyata keçirilir və eyni zamanda bu yaxınlarda Çin Xalq Respublikası ilə razılıq əldə olunmuşdur ki, və hazırda bu ölkəyə də quşçuluq məhsullarının ixracı üçün hazırlıq işləri gedir. Hazırda Respublikamızda epizootik vəziyyət stabildir və bunun nəzarətdə saxlanması üçün mütəmadi monitorinqlər həyata keçirilir. Ümid edirik ki, bu nəzarət tədbirlərinin nəticəsində stabillik qorunub saxlanılacaq. Həm daxili tələbatın ödənilməsində, həm də ixracın artırılmasında heç bir çətinlik yaranmayacaq. Təşəkkür edirəm bütün detalları izləyicilərimizlə bölüşdüyünüzə görə. Bəli, Qida Təhlükəsizliyi Agentliyinin yeni məlumatı bu istiqamətdə idi ki, Qalib bəy detallı şəkildə informasiya istiqamətində məlumatları izləyicilərlə bölüşməyə çalışdı.